Bir də axşamınız xeyir olsun. Mən bu videomla Gəncə şəhərinin Totanı qəsəbəsindən müraciət edirəm. Bu şəhidimizin Eysan bulağının sağ yanı Gəncə şəhərinin ərazisidir. Durduğum məsafənin sol yanı Gölgöl ərazisidir. Gölgölün ərazisidir. Mən video paylaşdım ki, şəhidimizin Eysan bulağının sağ-sol yanı zibilli yoluxdur. Bugün gündə çəkilişlə bildirmək istəyirəm. Burada hətta zibillər durur. Bu Gəncənin ərazisinə düşən tərəfidir. Baxa da bilərsiniz. Gəldilər, kommunal idarəsi sağ olsun. Gəldilər, bax, oraya zibil qabı qoydular. Maşın düz işığı düşən yerə. Görsəndə də. Bugün gündə də sakinlər mənim bayramda şikayət edirlər ki, sən niyə gəlib bura zibil qabı qoydurubsan? Mən ora zibil qabı qoydurmamışam. Mən etirazımda bildirirəm ki, şəhidimizin Eysan bulağının yanı bu cür zibillikdir. Bax, bu cür. Sizdən xahişim odur ki, bizə köməklik eləyəsiniz. Bizim bu şəhidimizin yanının, ətrafının zibil qabı olmadığına görə gəlib cəmaət zibili dökür bura. Bu bizim şəhidimizin Gəncə şəhəri tərəf olan ərazisi. İndi keçək Gölgöl ərazisinə bax. Bu da bizim Gölgölün ərazisi, Gölgöl tərəfdə. Yəni ərazi olaraq bura Gölgölün ərazisidir. Bu da Gölgölün ərazisidir. Sakinlərin zibil qabı olmadığına görə gətirib buraya dökürdülər zibili bura. Bura. Bugün gündə mən bütün orqanlara xahiş eləyirəm ki, mənim səsimə səs verilsin. 5-6 dənə burada vətəndaşı, Gəncə şəhəri kommunal idarəsi mənim üstümə qaldırıbdılar. Başda Hamlet müəllim olmaqdan. Mənim üstümə qaldırıbdılar. Arvadlar bayaqam yığılıb az qalırdı. Orada məni deyirlər ki, sən kimsən ki, gəlib burada paylaşım eləyirsən. Onlar kommunal idarəsində Hamlet adlı olan şəxs mənə mənim nömrəmi camada veribdir ki, paylaşın. Bu insan şikayət edib, biz ona görə gətirib burada zibil qabı qoyub. Bizim nəyimizə lazımdır, yoxsa. Mən də bildirmək istəyirəm ki, bizim şəhidimizin Eysan bulağının yanında bu zibillik yol verilməzdimi? Bu şəhid ailəsinin küçəsi də buradır. Buradan atası çıxanda, valideyni çıxanda, qardaşı çıxanda, qardaşının yanını görəndə bu nə qədəm düzgündür? Mən bunu bildirmişəm. Mən burada kimsə evini zibillik eləmək istəmirəm. Gənə dediyim kimi, mən vallahi heç bir iş görməmişəm. Mən şəhid və qazi qardaşlarımın yanındayım. Bu videomda da sizə xahiş edirəm ki, köməklik eləyəsiniz bizə.